Salam əziz şagirdlər, bu videoda sizlərlə birlikdə çoxluqlar mövzusundan bəzi sualların izahına baxacağıq. Yenə də vaxt itirmədən neynirik, keçirik suallara baxmağa. Məsələn, baxırıq 71-ci suala. Ümumiyyətlə, bu kimi sualları iki cür həll edə bilirsiniz. Ya düsturları əzbərləyib hamısını həll edəcəksiniz, ya da ki, düsturlarla daha aydın görsənmir. Həm də hər mövzudan siz götürüb 3 dənə, 5 dənə düstur əzbərləsəz, axırda gəlib 100 dənə və digər fənlərdə nəzərə alsaq, məsələn, fizika, kimyada nəzərə alsaq, axırda 100, 200, 300 dənə düstur əzbərləmiş olursunuz ki, onları da sonra bilməyəcəksiniz, nəyi harda işlətmək lazımdır. Ona görə düsturla yox, hərəsinin öz yolunu bilsəz, lazım olsa düstur özünüz çıxararsınız. Venn diaqramını həll edirsiniz. Məsələn, götürürəm 2 dənə çoxluq. Və bu olsun A çoxluğu, bu olsun B çoxluğu. Bizə deyir ki, A çıx B bərabərdə 10. Yəni A-nın B-dən fərqi 10-dur. A-nın B-dən fərqi haradır? A-da olub B-də olmayan. Yəni bu hissə. Həmin hissə 10-dur, yazıram 10. Sonra bizə deyir ki, birləşmədən kəsişmədən çıxanda 16 qalır. Birləşmədən kəsişmədən çıxanda hara qalırdı? Birləşmə bunların hamısıdır. Kəsişmədə orta hissədir. Yəni orta hissəni bağlasaq, birləşmədən kəsişmədən çıxsaq. Bir bu hissə qalır. Yəni A çıx B. Bir də bu hissə qalır ki, biz də bunu adlandıra bilərik B çıx A. İndi A çıx B 10-dursa, B çıx A da 6 olmalıdır ki, istəyirsiniz yaxşı rənglə yazaq. Yaşlıdan çox da yaxşı görsənmir. Bu isə də 6 olmalıdır ki, birləşmədən, yəni bunların hamısından orta hissəni kəsişmədən çıxanda hara qalır dedik, bir sol qalır, bir də sağ. Bunların cəmi olmalıdır 16. Burada görürsünüz 16. 10 var idi, ona görə bu hissədə 6 yazdıq. Bizdən də elə həmin hissəni soruşur da, deyir B çıx A neçədir? Ona görə B çıx A da olur 6, yəni C variantı. Görürsünüz, düstursuz və s. çox rahat formada əslində tapmaq olur. İndi gəlirik 74-cü suala. 35 nəfərlik qrupda uşaqlar ingilis və rus dillərini bilir. Yalnız rus dili bilənlərin sayı yalnız ingilis dili bilənlərin sayından 3 dəfə çoxdur. Yalnız ingilis dili bilənlərin sayı hər iki dili bilənlərin sayından 5 nəfər azdır. Bir neçə nəfər hər iki dili bilir. Yenə götürək Venn diaqramı çəkək 2 dənə. Bu olsun ingilis, bu olsun rus. Bizə deyir ki, yalnız rus dilini bilən, yalnız ingilis dilini biləndən 3 dəfə çoxdur. Demək, rus dili, yalnız rus dili bu hissədir. Yazıram 3x. Yalnız ingilis dili bu hissədir. Buraya yazıram x. Bir də bizə deyir ki, yalnız ingilis dili bilənlərin sayı hər iki dili bilənlərin sayından 5 nəfər azdır. Demək, hər iki dili bilənlərin sayı yalnız ingilisdən 5 nəfər çox olduğu üçün olur x plus 5. Birləşməsi də neçə nəfər olmalıdır? 35 nəfər. İndi buraya yazıram x üzərinə yansın x plus 5 üzərinə yansın 3x bərabərdir 35-ə. 5x üzərinə yansın 5 bərabərdirsə 35-ə. 5x bərabər olur 30-a. Buradan da x-i tapırıq 6. İndi bizdən soruşur neçə nəfər hər iki dili bilir. Yəni x-i 6 tapandan sonra bitmir də. Hər iki dili bilən neçə idi? X plus 5. Orada da x-in yerinə 6 qoyursunuz. 6 üzərinə yansın 5 bərabər olur 11. O da görək hansı variantdadır? D variantında. İşarələyib keçirik növbəti bir suala. Məsələn 83-ə. Gördük ki, 83-cü suala baxaq. 83-cü sualda A ilə B-nin kəsişməsini, yəni kəsişməsindəki elementlərin sayını göstərir. Sayışır bizdən görürsünüz. N. N yazmasa A ilə B-nin kəsişməsini soruşardı. N yazıb deyə kəsişməsindəki elementlərin sayını soruşur. Yəni kəsişməsinə baxırsınız da, ikisinin də daxilində olsun. Məsələn, bunların ikisinin daxilində olan rahat görsənir ki, bunların ikisinin kəsişməsi bu hissədir. Yəni həm dairənin daxilindədir, həm düzbucağın daxilindədir. Orada da 3 dənə element var da, yazırsınız 3. Sonra məsələn gəlirik 84-ə. Deyir, çoxluğun neçə alt çoxluğunda rəqəm iştirak etmir. Neçəsində rəqəm iştirak eləmir. Görürük ki, A, B, C. Neçə dənə element var rəqəm olmayan? 3 dənə. Yazırsınız 2 üstü 3. Alt çoxluqların sayı nə idi? 2 üstü n deyildi. 3 dənə elementdə rəqəm yoxdur deyə. Yəni 3 dənə element rəqəm deyildi. Sadəcə yazırsınız 2 üstü n, yəni 2 üstü 3. Ümumi alt çoxluqların sayını sorsaydı sayardınız. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yazardınız 2 üstü 8. Hərf olmayan soruşsaydı ancaq rəqəmləri götürərdiniz. 2 üstü 5. Yəni bu formada. Bizdən də 2 üstü 3 soruşur. Ona görə cavab olur C variantı. Sonra gələk məsələn 93-ə. Başda görürük x və y çoxluqları üçün. Deyir kəsişmələrində 1, 3, 5, 7 var. Birləşmələrindəki elementlərin sayı 28-dir.
Deyir x 16 olarsa y-i tapın. Burada nə deyirdik? Belə bir düsturumuz vardı ki, birləşməsindəki elementlərin sayı, yəni 4, üzərinə daha doğrusu kəsişməsindəki elementlərin sayı 4, üzərinə yansın birləşməsindəki elementlərin sayı 28. Yəni iki çoxluğun kəsişməsi, üzərinə yansın birləşməsi bərabərdir 2 çoxluğun cəmi. Yəni 16 üzərinə yansın y. Buradan da görürsünüz 32 bərabərdir 16 üzərinə yansın y. 16-nı digər tərəfə atanda 32 çıxılsın 16 bərabərdir y-ə və y də bərabər olur elə 16-ya. Onu da görürük. B variantında da işarələyib keçirik növbəti bir suala. Sənədsəyə baxaq, 95-ə baxaq. Çoxluğun bir elementli alt çoxluqlarının sayı 8 olarsa, bu çoxluğun neçə 2 elementli alt çoxluğu var? 2 elementli alt çoxluqların sayını necə tapa bilərik? Bir özünüz təqribi sayıb tapa bilərsiniz ki, məsələn, elementlər olsun 1, 2, 3, 4, 5, 6, 7, 8. Ola bilər 1 ilə 2 olsun, 1 ilə 3, 1 ilə 4, 1 ilə 5, 6, 7, 8. 1 ilə 7 dənəsi ola bilər. Sonra 2 ilə baxırsınız, artıq 2 ilə 1 yazmışam axı, götürmürsən. 2 ilə 3, 4, 5, 6, 7, 8. Orada görürsünüz 6 dənə. Sonra 5, 4, 3, 2, 1. Bunların hamısını cəmini taparsınız. Olar 28. Ya da düsturla kombinezon 8 dənə element var. Bizdən əsasını soruşur ikisini. Kombinezon 8-dən 2. Belə hesablamaq lazımdır ki, ehtimal nəzəriyyəsində bunu keçmişsinizsə rahat formada hesab edə bilərsiniz. Keçməmişsinizsə də ki, keçəndən sonra həmin dərsdən baxarıq. 8 vur 7 bölünsün 2 faktorial, yəni 1 vur 2. Bu formada olur. 8 ilə 2 ixtisar gedir, qalır 4. 4 dəfə 7 olur 28. Yəni B variantı. Sonra gələk 96-ya baxaq. A ilə Venn diaqramında riyaziyyat və məntiq fənnindən maral göstərən şagirdlərin sayı verilmişdir. Diaqrama əsasən riyaziyyata maral göstərənlərin sayının yalnız məntiqə maral göstərənlərin sayının nisəvər çox olduğunu tapın. Riyaziyyat bu diaqramdır, bu dairə. Bunun daxilində görürsünüz 8 və 9. Cəmi 17 nəfər adam var. Bir də deyir yalnız məntiq. Yalnız məntiq isə riyaziyyatla kəsişməyən hissə. Yəni bu hissənin daxilində qalandır ki, burada da 10 nəfər var. 17-dən çıxarsınız onu, qalır 7 nəfər. Sonra gələk bir dənə də hər hansı bir suala baxaq. 101-ə. Deyir, rənglənmiş hissəni ifadə edən çoxluq hansıdır? İndi baxıram ki, bu hissə, yəni A-dır, düzdür? A-dan elə bir bu hissəni silib. O hissəni necə deyə bilərəm? A-dan bu hissəni silib. Görürəm ki, A-dan B ilə kəskin hissələri çıxıb da. Yəni A-dan B-ni çıxıb. Ya da bu formada tapa bilərsiniz özünüz. Ya da variantla işləyə bilərsiniz. Baxıram ki, A ilə B-nin kəsişməsi. Kəsişmə bu hissədir. Ora rəngli deyil. A ilə B-nin birləşməsi. Birləşmə olsa bunlar hamısı rəngli olmalı idi. Yox. B-dən A-nı çıxıb. B-dən A-nı çıxsaydı, baxın bu hissələr rəngli olardı. Yəni B-də olub A-da olmayan hissələr. Amma C variantıdır. A-da olub B-də olmayan hissələr. Onlar da görürsünüz bu rəngli hissələr. Deməli burada da cavab olur C variantı. Məsələn, sonra 100-ə də baxaq, istəyirsiniz daha aydın olsun. İndi bizə dedir ki, yenə rənglənmiş hissəni tapın. Variantla işləyək. Baxın, sualdan baxmıram. Variantda baxıram ki, A ilə B-nin kəsişməsi. A ilə B-nin kəsişməsi yoxdur ümumiyyətlə. A ilə B-nin birləşməsi. Birləşmə olsaydı A ilə B-nin ikisi də rəngli olmalı idi. Bu da olmaz. Deyir A, B, C. Üçünün də kəsişməsi. İndi A, B, C üçünün də kəsişməsinə baxıram. Görürəm A, B, C üçünün də kəsişməsi yoxdur axı. Ümumiyyətlə A ilə B-nin kəsişməsi yoxdur. Bu boş çoxluqdur. Bir də deyir A ilə B-nin birləşməsinin, A ilə B-ni birləşdirdik. Bunların C ilə kəsişməsi. Görürsünüz ki, A ilə B-nin ikisinin də C ilə kəsişən hissəsi bunlardır. A-da bu hissə kəsişib, digərində də bu hissə kəsişib. Ya da bunu ayrı olaraq yazsaq, A ilə C-nin kəsişməsi, B ilə C-nin kəsişməsi, bu formada yaza bilərsiniz də. A ilə C-nin kəsişməsi birləşsin, B ilə C-nin kəsişməsi. Bu formada da yaza bilərdiniz, əgər daha rahat görmək istəyirsinizsə. A ilə C-nin kəsişməsi bu hissədir, B ilə C-nin kəsişməsi bu hissədir. Birləşdirəndə ikisini də götürürsünüz. Ona görə cavab burada da olur A variantı. Bununla da bugünlük izahın sonuna çatdıq. Sizi çox yormaq istəmirik. Ona görə izahlar biraz qısa-qısa edirik. Sağ olun. Gələn izahlara dək.